Şir evdən getdi filmindəki şiir bir ailənin faciəsinə səbəb olub. Gəlin həmin faciəni xatırlayaq. Yaxşı çaydır. Xahiş eləyirəm. Onu yeməyin. Yaxşısı budur məni yeyin. Siz nə danışırsınız? Mən sizə nə etmişəm? Həmin şirin sahibi Bərbərovlar ailəsidir. Bu ailəyə əsas məşhurluğu saxladıqları King adlı şir gətirib. Həmin şir müxtəlif filmlərə çəkilib. Bu filmlər arasında ən məşhuru İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri filmidir. King öldürüləndən sonra isə ikinci King adlı başqa bir şir də saxlamağa başlayırlar. Şir evdən getdi filmindəki də məhz ikinci Kingdir. Bir gün işdən evə qayıdan Nina Bərbərovna qonşunun şiri əsəbləşdirdiyini görür. Qonşunun qabağını alsa da, coşan şir əvvəlcə qadına hücum edir. Qadının 14 yaşlı oğlu Roma bunun qarşısını almaq istəyəndə isə ikinci King onu parçalayır. Nina Bərbərovna xilas olsa da oğlu vəfat edir. Ailə bir daha şir saxlamır. Bəs başqa hansı filmlərimizdə şir istifadəsini xatırlayırsınız?